Süni intellektlə hazırlanmış fotoları necə tanımaq olar? Hansı detallara diqqət etməliyik? Və gələcəkdə internet süni intellektlə birgə nə qədər təhlükəli ola bilər? Əvvəlcə gəlin bir şey başa düşək. Süni intellekt fotoları necə hazırlayır? Al minlərlə, hətta milyonlarla real şəklə baxaraq öyrənir. Sonra isə həmin məlumatlardan istifadə edib sıfırdan yeni görüntü yaradır. Yəni əslində ortada kamera ilə çəkilmiş real hadisə olmur. Sadəcə kompüter real görünən görüntü düzəldir. Bir neçə il əvvəl al şəkilləri çox zəif idi. Üzlər qəribə görünürdü, əllər səhv olurdu, gözlər qorxulu çıxırdı. Amma indi vəziyyət dəyişib. Artıq bəzi süni intellekt şəkilləri o qədər inkişaf edib ki, insanlar bunu xəbərlərdə paylaşır. Bəs belə şəkilləri necə tanıyaq? Birinci ən məşhur detal əllərdir. Süni intellekt uzun müddət əlləri düzgün yarada bilmirdi. Bəzən 6 barmaq olur, barmaqlar bir-birinə qarışır. Əl anatomiyası pozulurdu. İndi sistemlər yaxşılaşsa da, yenə də bir çox saxta şəkillərdə əllərdə qəribəlik görmək mümkündür.